Başka millətlere burada iş var. Ama Azərbaycan xalqının oğlanlarına iş yoktur. Gedirlər kənarda. Tümende, orada, burada özlerine iş aktarırlar. Minlərlə deyirəm Azərbaycan xalqının cavan oğlanları çıxıb gediblər kənarda işləyirlər. Kızlarımız başka millete getmir. Kızlarımıza kurban olun. Kızlarımız getmir. Evlerde qarıyırlar. 40 yaşında, 45 yaşında kızlarımız var. Çünkü oğlanlarımız bir tikə çörək üçün geliblər kənarda çalışırlar. Bunlara ne kadar son koymayıp mübarizemiz devam olacak. Öz doğma dilində danışmağa ar bilən fasonlu ədəbazlar. Ruhumuzu okşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi qoy sizə qənim olsun. Qənim olmadı, belələri vəzifə başına çıxıb və xalqı tapdadılar. Xalqın dilini, tarixini, mədəniyyətini. Bir